Bismillahirrahmanirrahim. Salam əziz izləyicilər, hər vaxtınız xeyirli, uğurlu olsun. İnşallah bu verilişimizdə sizin bizə göndərdiyiniz suallara cavab verməyə çalışacağıq. Əvvəla bizə təşəkkürlər gəlib, biz də hər kəsə təşəkkür edirik ki, verilişimizi izləyirsiniz və bizə sual göndərirsiniz, maariflənmədə vasitəçi olursunuz. Birinci sual, mən də təşəkkürləri oxumuram, birbaşa sualları oxuyuram. Mən hər il Ramazan ayında bir Quran oxuyuram, ona külli aləmi salıram deyirlər. Bir Quran külli aləmə çatar. Lakin pul almamaqla mən onu ehsan edirəm. Mən Ramazan ayının əvvəlində xətm edib cəmaata verirəm, imkanı olan da, olmayan da. Allah onsuz da mənim niyyətimi qəbul edib. Mən onu xətm edib verməliyəm, yoxsa verməməliyəm. Axırda xətm eləməliyəm. Ümumiyyətlə, mən sizin sualınızdan belə başa düşdüm ki, siz Allah rızası üçün bir Quran oxuyursunuz, savabını bütün hər kəsə hədiyyə edirsiniz. Bunun heç bir eybi yoxdur, gözəl bir işdir. Ramazan ayında Quran oxumaq savablıdır. Hətta bir ayəsi bir Quran xətminə bərabər olan bir işdir, savab nöqteyi nəzərindən. Yəni, bu həqiqətən də elə Allah onun bir ayəsini qəbul eləsə, insan üçün bəs eləyər, yəni bütün ölənlər üçün bəs eləyər. Heç bir eybi yoxdur və orada da xətm eləmək vacib deyil. Bəzi adamlar fikirləşir ki, mən Quranı oxumuşam, oxuyub qutarandan sonra bunu xətm eləməliyəm. Ümumiyyətlə, Quran xətmi, yəni xətmi qutarmaq deməkdir, yəni xətm eləmək, sona çatdırmaq. İnsan ki, axırıncı surə və ayəsinə qədər Quranı oxudu, qutardı, Sadaqallahul aliyyul azim, bununla Quran xətm oldu. Onun bir xüsusi ayini yoxdur, xüsusi bir tapşırması yoxdur ki, mən onu eləməliyəm və eləməsəm Quran sanki yarımçıq qalır, Quran sanki dünyasını dəyişmiş insanlara, ölənlərə çatmır. Belə bir şey yoxdur. Elə sən oxuyub qutarandan sonra, ya əvvəldə, ya elə oxuyub qutarandan sonra bir dənə öz dilində, öz bildiyin şəkildə deyirsən ki, ay Allah, bunu məndən hədiyyə olaraq filan kəsin və yaxud da filan kəslərin və yaxud da ümumi dünyadan köçənlərimizin ruhuna qəbul elə. Bunu bu cür niyyət eləyirsən, öz dilində deyirsən və o elə olur Quran xətmi. Bəli, indi orada xüsusi dualar var ki, insan onları eləsə yaxşı olar. Bəli, o dualar da yenə də elə tərcüməsində bu deyilir ki, ilahi, bu Quranı filan ölənlərin ruhuna bizdən qəbul elə. Yəni, bu niyyəti insan rəsmi şəkildə eləməsi vacib deyil. Elə öz bildiyi şəkildə də eləsə kifayətdir. Yəni, bu olur Quran xətmi. Növbəti bir sual. Salam, əleykəssalam. Bir nəfər Rusiyadan Azərbaycana gəlmək üçün səhər hava limanına gedir. Hava limanı yaşayış yerindən az məsafədə olur, tərəxüs həddini keçmir. Nəzərə alsaq ki, təyyarə zöhr namazından sonra qalxacaq, sadəcə gözləmək üçün evdən tez çıxır. Bu halda orucunu tutmalıdır, ya orucunu açmalıdır? Xeyr, tutmalıdır. Çünki o az məsafədə yerləşir deyə o hava limanına getmək, o vətəndən, yəni qaldığı şəhərdən çıxmaq demək deyil. Ona görə də o elə gün ortadan qabaq da geçsə, o orucunu tutacaq. Çünki, yenə də təkrar edirəm, şəhərindən çıxmır, vətənindən çıxmır. Növbəti bir sual, salam. Kriptovalyuta ilə pul qazanmaq İslamda olarmı? Bu barədə məlumat almaq istərdim. Ümumiyyətlə, kriptovalyuta barəsində mənim o qədər də geniş anlayışım yoxdur. Amma bildiyim bəzi məqamlar var və orada haram sayıla bilən bəzi məqamlar var. O ki, piramida şəklində olan kriptovalyuta əgər nəzərdə o tutulursa və o tələb olunursa insandan piramida şəklində pul qazanmaq, buna alimlərimiz icazə vermirlər, bu dinimizdə qəbul olunmur. Amma kriptovalyuta, məsələn, mən alıram pul mübadiləsi kimi. Mən alıram, məsələn, deyək ki, baha qiymətə satıram. Bunun heç bir eybi yoxdur. Və yaxud da malı alıram, o bahalaşanda satıram. Bunun heç bir eybi yoxdur. Bir də var ehtikarlıq, ehtikar, mühtəkirlik. Yəni, məsələn, insan arpadır, buğdadır, alır, süni qıtlıq yaradır və bahalaşanda satır. Bu mühtəkirlik. Yəni, süni qıtlıq yaradıb, arpanı, buğdanı alıb ambara vurmaq ki, gözləyəsən cəmaatın ehtiyacı yaransın və baha qiymətə satasan, bu yəni olmaz. Amma bu ki,
mən bildiyim qədər, məsələn, hansısa bir malı alırsınız və cəmaatın da ona belə deyək, ehtiyacı yoxdur və belə də deyil ki, siz süni qıtlıq yaradasınız. Kartınızda məsələn saxlayırsınız, tutaq ki 5 manat pul, müəyyən bir müddətdən sonra onu baha qiymətə satırsınız. Bunun, yəni burada bir haram bir nöqtə görmürəm. Amma piramida şəkilli olsa bu təbii ki, haramdır. Salam, telefona Quran-ı Kərimi yükləmişəm, onu ərəb dilində telefondan oxumağın savabı varmı? Əleykəssalam, bəli, telefona Quran-ı Kərimi yükləmişsinizsə, Qurandan oxuyursunuzsa, bunun heç bir eybi yoxdur. Amma Quran-ı Kərimi Qurandan oxumağın savabı çoxdur. Üzünə baxaraq, Quran-ı Kərimin üzünə baxmaq da ibadətdir. Savabı çoxdur. Hər halda indi müasir dövrdə Quran-ı Kərimi telefona yükləyib oradan oxuyurlar. Bunun da heç bir eybi yoxdur və savabı da var. Salam, fitrə zəkatı bacıya vermək olar. Əleykəssalam, ümumiyyətlə fitrə zəkatını çıxartan şəxs fitrə zəkatını vacibun nəfəqə sayılan adama verə bilməz. Vacibun nəfəqə sayılan insan da kimdir? Ya insan məsələn özü övladdır, yaşlı ata-anası var. Hansı ki, onun himayəsindədirlər və bu ata-anasını dolandırır. İnsan ki, fitrə zəkatını çıxartdı, ata-anasına verə bilməz. Niyə görə? Çünki ata-ana yaşlı olduğu üçün oğul əlinə baxır və yaxud da övladının əlinə baxır və o onsuz da nəfəqələri, yəni tələbatı sənin boynuvadır. Sən fitrə zəkatını başqasına verməlisən. Və yaxud da məsələn, atadır, anadır, deyək ki, bir övladı var, kasıbdır, ata-ana çıxartdığı fitrə zəkatını kasıb övladına verə bilməz. Çünki kasıb övlad ata-ananın vacibun nəfəqəsi sayılır. Yəni, onsuz da sən onun tələbatını ödəməlisən. Fitrə zəkatını aparıb başqa yerə, başqa şəxsə verməlisən. Yəni, vacibun nəfəqə sayılan şəxsə fitrə zəkatı vermək olmaz. Amma bacı, qardaş, bunlar vacibun nəfəqə sayılmır, ona görə də vermək olar. Növbəti bir sual, mən aşbaz işləyirəm, oranı işlədən adam, tanıdığım bir adamdan içalat, yəni quzu ciyəri başqa adamlara sayı quş başı deyirlər ciyərin üstündə olur, onu yığıb kilo ilə satır. Mən hər halda bu cümləni yaxşı başa düşmədim. Bu qədər başa düşdüm ki, yəni bu adam məsələn ciyər, ondan sonra heyvanın qarnın, ciyərin bu cür satır. Onu alıb bişirib satırıq. Bu haram sayılır, satılan ciyərlər bütöv satır. Heç bir eybi yoxdur, yəni heyvanın quzu olsun, dana, inək olsun, fərqi yoxdur. Onun içalatını almaq, satmaq heç bir eybi yoxdur. Növbəti bir sual ki, sonuncu sualdır və bir sualın içərisində neçə dənə sual ünvanlanıb. Salam hacı, əleykəssalam, sizə 3 sualım olacaq. Suallarım pul qazanmaq haqdadır. Birinci sualım, kriptovalyutalardan pul qazanmaq, alıb satmaq haramdırmı? Bunun cavabını dedim. İkinci sualım, reklam və video izləyərək pul qazanmaq haramdırmı? Reklam və video izləyərək. Normal əgər fəsad yayılmırsa, bir günahın yayılmasına səbəb yoxdursa orada, eybi yoxdur. Üçüncü sualım, bəzi oyunlar və saytlar var ki, qumar oyunu deyil. Oyunda oyunçular müxtəlif obyektlər alaraq şəhərlərini genişləndirir və sabit gəlir əldə edirlər. Məsəl üçün, $50 bir obyekt alırlar, bu da ayda $19 verir. Pul çıxarışda da komissiya tutmur, oyun həm sərmayə ilə, həm də sərmayəsiz oynana bilir. Bilmək istəyirəm ki, belə oyunlardan pul qazanmaq olarmı? Dinimizdə hökmü nədir? Haramçılığı varmı? Öncədən təşəkkürlər. Allah sizdən də razı olsun. Ümumiyyətlə, qumar aləti sayılan oyunları oynamaq olmaz. Bu bir, hansı ki, o oyun qumar aləti sayılır. Yəni, onu olmaz. Məsələn, kart, ondan sonra aşıq, zər atmaq, bu kimi oyunlar istər belə deyək, telefonda olsun, istər belə olsun, yəni fərqi yoxdur. Oradakı qumar alətidir, onu oynamaq olmaz. Bir də ki, şərtləşmə əsasında. Düzdür, qumar aləti deyil, amma uduzan, məsəl üçün, bu qədər verməlidir. Yəni, şərt əsasında. Ortalığa bir dənə şərt qoyulur, onun əsasında
oynanılır. O qumar aləti olmasa da başqa bir alətdə olsa, yenə fərqi yoxdur. Belə olsun və yaxud da kompüter vasitəsilə olsun, o oyun qumar aləti sayılırsa haramdır, pulsuz da oynamaq ona haramdır. Amma qumar aləti sayılmırsa, pulla oynamaq, şərtlə oynamaq haram sayılır. İndi sizin bu oyununuzda mən bunun dəqiq belə deyək, mahiyyətini başa düşmədim yaxşı ki, bu qumar alətidir, yoxsa qumar aləti olmasa burada bir maraq var. Belə deyək, ortada bir mənfəət var ki, şərt var ki, sən o şərtə əsasən onu oynayırsan. Əgər bu varsa, ümumiyyətlə o ümumi şər'i hökmdür ki, bir xeyir və mənfəət əsasında oynanılırsa, şərt əsasında oynanılırsa, bu ümumiyyətlə haram sayılır. Vəssalamu aleykum və rəhmətullah və bərəkatuh.